Polşaya Avropanın çox zəif ölkəsi kimi baxılmalı. Heç sevmirəm. Sən dediyin şey ora gəlir bir ha. Biraz ona gəlir, amma tam da o deyil. Kommentlərdə gəlir o ki, Polşa haradır ki? Hə, Polşaya getməyə nə var? Polşa haradır ki? Amma elə deyil. Mən hal-hazırda onunla çox razı deyiləm də. Yəni Polşada deyirlər həyat ucuzdur. Biraz çox da şey gəlir, düzgün gəlmir. Şəhərdən şəhərə dəyişir, sənin həyat tərzindən dəyişir. Yes. Sən sadəcə evə gedib işə gəlirsənsə və evdə yemək bişirirsənsə, əlbəttə ki ucuzdur. Bu hər dünyanın hər yerində ucuzdur. Yəni bir orta stabil həyatı fikirləşirəm də. Evdə, tək evdə yaşayırsan, maşının var. Bu həyat standartında yəni Polşa ucuz deyil mənə görə. Yəni ki, ən az xərcin 8000-dir. Nə maşın almaq elə də ucuz deyil deyərdim. Bu dəqiqə yəni istədiyin maşın almaq üçün minimum 40.000 zlot pul olmalıdır. Market. Gedib minimum 100 zlotluk bazarlıq eləməlisən ki, 4 gün 5 gün yemək yeyəsən. Mənə görə ucuz deyil. Evlər od qiymətidir, bunu deməyə ehtiyac yoxdur. İstəyirsən al, istəyirsən kirayə elə. Gəlir və. Gəlirin 9-5 istəyirsənsə bilirik. Yəni ona görə deyirəm ki, ucuz deyil. Baxır da indi Polşada da aylıq baxanda şey işdə nə qədər alsan ki, 5000 zlot, 6000 zlot. Onu alan var hələ 9-5 səndə. 9-5-də yox, heç 9-5-də demirəm onu. Fiziki işlərdə var. Amma yəni ümumiyyətlə həqiqətən kim ki sizə desə ki, Polşaya getməyə nə var, Polşada yaşam ucuzdur, ora yaxşıdır, ora şeydir, o insanlarla əlaqəmizi kəsin də, salamı sabahı kəsin də o insanlar. Mənasız gəlir. Hə, yox, elə insanın dünyadan xəbəri yoxdur yəni onu deyir. Polşaya gəlin, sevin.